Ötən il Füzuli su meliorasiya sistemlərinin istismarı idarəsi tərəfindən suvarmanın mütəşəkkil təşkili məqsədi ilə 174,4 km kanal və arxlar, 20 km kollektor şəbəkəsi mexanizmlərlə lildən təmizlənib. Qurçay çayının Böyük Bəhmənli kəndindən keçən 4 kilometrlik hissəsində məcra təmizləməsi işləri aparılıb. 2025-ci ildə cari işlərlə yanaşı əsaslı təmir tədbirləri də həyata keçirilib. 6 subarteziyan quyusu əsaslı təmir edilərək istismara verilib. Həmçinin 160 hektar əkin sahəsində xidmət edən bir aqreqatlı, arıyatlı bir nasos stansiyası və qapalı boru şəbəkəsində əsaslı təmir işlərinə başlanılıb və yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur. İçməli su sahəsində 7610 aktiv abonentimizin 2000 abonenti Horadiş şəhəri və onun ətraf kəndlərində olan abonentlərimizdir ki, üzərində dayandığımız bu ambar 3000 kubmetr tutumunda olan su ambarı həmin ərazilərin içməli su ilə təminatına xidmət göstərir. Deməli, Horadiş şəhərində 1500 abonentimiz var, onun ətraf kəndlərində də 500 abonentimizə xidmət göstərir. 2025-2026-cı təsərrüfat ilində Füzuli su meliorasiya sistemlərinin istismarında olan 27200 hektar suvarılan əkin sahəsinin 11700 hektarında taxıl əkilib, səbsuvar işləri tam başa çatdırılıb. Davam edən suvarma işləri fermerlərə 2026-cı ilin məhsuldar olacağına inam yaradır. Bol məhsul götürmüşük. Bu ildə sahəni biraz artırmışıq, yəni taxıl sahəsinin həm də suvarmasını vaxtında suarıb tutarmışıq. Su barəsində heç bir narazılığımız yoxdur. Sahə də göz qabağındadır hal-hazırki vəziyyətə görə. Füzuli su meliorasiya sistemlərinin istismarı idarəsi rayonun 30 kənd və qəsəbəsi, eləcə də 2 şəhərində əhalini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edir. Horadiş şəhəri, Əhmədalılar və Molla Məhərrəmli kəndləri, həmçinin 2 qəsəbədə 24 saatlıq içməli su təminatı mövcuddur. Cari təmir işlərimiz də 2025-ci ildə aparılaraq başa çatdırılmışdır. 29 hidrotexniki qurğuda, 85 nasos stansiyasında, 153 subartisan quyularında, eyni zamanda qapalı boru şəbəkəsinin 10 kilometr uzunluğunda hissəsində təmir işləri, cari təmir işləri aparılaraq hər birisi saz vəziyyətə gətirilmişdir. Ötən il 826 hektar təkrar əkində daxil olmaqla 428 hektar dənli bitkilər 3,6 dəfə, texniki bitkilər 4,3 dəfə, yem bitkiləri 2,5 dəfə, bostan tərəvəz sahələri 5,6 dəfə, çoxillik əkmələr 5,5 dəfə, həyətyanı sahələr isə 9,6 dəfə suvarılıb. Ümumiliklə əkin sahələri 3,1 dəfə tam suvarma suyu ilə təmin olunub.